Vəliyeva Ziniyyət ADA Universitetində çalışıram. Mən istəyərdim bir günlük ritunum haqqında danışım. ADA Universitetində tələbələrlə işləmək çox xoşdur. Çünki onlar gələcəyimizin çox savadlı kadrları olacaqdır və onlara bu günləri onlarla işləmək çox özü böyük bir məsuliyyətdir. ADA Universitetindən əlavədə mən boş vaxtlarımda Əlillər Cəmiyyətində fəaliyyət göstərirəm. Respublika Əlil Qadınlar Cəmiyyəti. Burada biz layihələr keçiririk, əlilliyi olan insanlar haqqında və son layihəmiz bu kitabdır ki, stolüstü bir kitabdır. Respublikada 22 dövlət qurumuyla biz əlil qadınların çıxışı problemlərlə bağlı bu kitabın sorğusunu keçirmişəm və bu kitab dərc olunubdur. 96-cı ildən Paralimpiya Komitəsi yarananda ilk idmançı xanım olmuşam və güllə atıcılığıyla məşğul olmuşam. Uzun müddət dünya çempionatında, Avropa çempionatında, Respublika çempionatında iştirak eləmişəm və 2 dəfə Paralimpiya oyunlarının iştirakçısı olmuşam. 2012 London Paralimpiya oyunları və 2016 Braziliya yay Paralimpiya oyunlarında iştirak eləmişəm. Və bu idmandakı fəaliyyətimə görə Paralimpiyanın 20 illik yubileyində prezidentimiz cənab İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülmüşəm. Hədəfimə çatmaq üçün həmişə mübarizə aparmışam.